Disiplin necədir? Disiplin isə bizim motivasiya olunmağımızdan asılı olmayaraq gündəlik etdiyimiz davranışdır. Yəni etməyimiz lazım olan davranışdır. Burada biz motivasiya kimi o gücü gözləmirik ki, o gəlsin, mən nəyisə edim. Sadəcə şuurlu şəkildə bu iş üçün mən bu addımları atmalıyam, mən bunu etməliyəm. Və belə düşünsək, hansı daha dayanıqlıdır? Təbii ki, biz o daxili gücü gözləsək, ola bilər ki, günlərlə, aylarla, hətta illərlə o bizə gəlməyə bilər və yaxud da çox qısa müddətə bizi kimsə, nəsə ruhlandıra bilər. Bir müddət sonra biz yenə də soyuruq və özümüzə çəkilirik, hərəkətsiz qalırıq. Amma disiplinli hərəkət etdiyimizdə artıq biz düşünmürük ki, mənə o güc gəlib, məndə o güc var, yoxsa yoxdur. Yəni artıq bunu o qədər şuurlu şəkildə edirik ki, bu bizdə vərdiş yaradır və vərdiş də necə olur? Gündəlik, yəni avtomatik formada, yəni etdiyimiz hərəkətlərə səbəb olur. Onun üçün də indi yenə də seçim insan özündədir. Kimlər istəyirsə motivasiya ilə işlərini görə bilir. Ola bilər ki, nələrsə və yaxud da hansısa kimsə sırf onun hərəkət etməsinə bir daxili gücü oyadır daima. Amma bəziləri də heç bir güc gözləmədən disiplinli şəkildə hər gün nəyisə etməyə davam edir və istədiyi nəticəni də əldə edə bilir.